Əgər sizinlə mənə tay qədim çillələri göylüz istəyir, o çillələr ki, Böhdədə Böhnənənin evinə yığışardıq. Dayı, xala, əmmə, əmi olardı və o gecə yeyilən qarpızların dadından, yeyilən ləblərin şirinliğindən və danışılan sözlərin mənasından doyulmazdı. Fikr eləm bu videodan çox ləzzət aparacaqsınız. Aydın Dağtəkin Atölye Neveşdən ya öz dilimizdə yazı atölyəsində gedib o günlərə. O günlər ki, oxuyanda biləcəksiniz. Adam bunu ehsas edir ki, elə bir dünənimiz bugündən yaxşı idi. Çillə gecəz mübarək olsun. Ümidvaram bu bir dəqiqə izafənin qədrini bilək və bir dəqiqə çoxlar bir-birimizə məhəbbət və sevgi bağışlayaq. Gedək. Təbrizdə tarix boyu el içində öz qəncini tuzmayan dəblərdən biri də Çillə dəbidir. Təbrizdə bu gözəl dəb el-obanı, tayfanı, böyüyü, çiçeyi bir bəhanə kimi bir yerə yığıb və Çillə gecəsi ünvanında qeyd edilir. Ümumiyyətlə bu mizbanlığı böyüklər, ağsaqqallar, ağbirçəklər öhdədə olurlar və el-tayfa onlara yığışar. Yəqin hamımızın bir gözəl Çillə gecəsi xatirəsi varımızdır ki, söhbət Çillədən düşəndə zehnimizdə o xatirələr canlanır. O çağlar ki, hələ insanlar arasında bu qədər fasilə düşməmişdi. Söhbət o günlərdən gedir ki, Böyükbabacilin astanalarında daha başmaq cütləməyə yer olmazdı və başmaqları bir-birinin qabağında düzərdik. O günlər ki, hələ ucadan gülmağa pisişdi deməzdilər. O süfrələr ki, ənva-i salat yerinə sadəcə soğan qoyulardı. Söhbət o çillələrdən gedir ki, böyüklər daha hövsələli idilər və o günlər bir saatların uşaqlar üçün ayırıb və həyatda onlara qardan-adam cürlərdilər. Dostlardan biri tərif edirdi ki, Böyükdədəm hər il çilləyə 2-3 gün qalmış, yol buxçasını hazırlayıb və çilləlik üçün kəndimizdən Təbrizə sarı gedib və bazarlıq edərdi. Çillə süfrəsinin özünə məxsus bir sıra qaydaları var idi. Nar, şirniyyat, ləbu, qırmızı alma, olmazsa olmaza çillə qarpızı, xürəklərdə hindişqa, pilov və cəhdan ev yiyələri üçün bir sıra görüşlər alınardı. Oğlan uşaqları üçün əlcək, böyük və qız uşaqları üçün ayna, corab və başqa bir hədiyyələr alınardı. Tərif edir kəndimizdə böyüknənəm kürsünün örtüyün o gün dəyişib və qırmızı bir örtük salardı. Balışları, mütəkkələri yan-yana düzüb, yekə yün yorğanında kürsünün üstünə açardı. Çillə kürsüsü qurulanda hamımızda dərin bir hissiyyat yaranardı. Bir-birimizlə o gün daha mehriban, daha səmimi olardıq. Çillə gecəsini bir bayram əhvalı kimi qeyd edərdik. Kürsünün üstündə süfrə açılardı. Kənd xitabı, yayma xəncər, qeyqanaq kimi xürəklər düzələrdi. Şıltaqlıq edib o xürəklərdən dadmaq istərdik. Ancaq analar, dəyməyiz, axşamınçıdır deyib bizi kürsü başından qovardılar. Bizim çillə gecələrinin özünə məxsus tikrarları var idi. Hər il elə bu dəbləri tikrar edərdik. Böyük əmim elə bir mövzuatdan söz açardı ki, axırda famildəki bacanaqları bir-biri ilə tuşlardı və bacanaqlar bir-birinə söz bənd edib məzəli bir əhvalat yaranardı. Aşıq Yusuf sazını götürüb dastan açardı. Folklorumuzdakı qərəvəliklərdən danışıb, bütün el-obanın dodaqlarında gülüş qunçələrdi. Heç yadımdan çıxmaz, sevdiyim qərəvəliklərdən biri Balıq adlı bir dastan idi. Bir gecə Aşıq Yusuf sazını götürüb, bəmini bəmdə, zilini zildə kökləyib, belə dedi. Məşə Rəhmət adında zəhmətkeş bir kişi var imiş. Bir də evində zəhmətkeş xanımı. Kişi üçün bazarda bir nəfər əsnaflardan çillə pay olaraq 2 balıq verir. Məşə Rəhmət balıqları götürüb, sevincək evlərinə qaçır ki, ay xanım, Allaha qurban olum, gəl gör nə gətirmişəm. Kərbəlayı Qurbanın fəşlərin təkimə, çiynimə alıb rastanın bu başından aparıb, o başındakı barxanıya qaladım. Kərbəlayı da həm ənam verib, həm də çillə pay olaraq 2 dana balıq verdi. Du tez ol, bu balıqları qızart ki, acımdan qarın qursağım uzandı. Məşə Rəhmətin xanımısı sevincək durub ocağı alışdırıb, tavanı atdı ocağın üstünə. Elə balıqları ocaq üstə bir bu tayın, bir o tayın çörüb, qızardıb, süfrəni hazır edib, elə tavanı süfrəyə qoyan kimi Məşə Rəhmətçilin qapıları döyünür. Məşə Rəhmət oturduğu yerdə boynun qısı bağıran bir səslə xanıma deyir, açma, ötür. Aydan ildən bir balıq istədik yağ, onu da üstünə çıxdılar. Hər kəsli qapını görər açmadıq, çıxar gedər. Məşə Rəhmətin xanımısı deyir, yox kişi, ayıbdır, qonşulardan olar, qoy qapıya baxım gəlim. Ancaq Məşə Rəhmət gözlərini tikir tavadakı 2 balığa, yenidən deyir, ay xanım, səs eləmə, qoy geçsin,
İşi olsa bir az sonra yenəcələr. Açma, qoy bu balığı doyunca bir yiyək. Xanım deyir, "Açı, günahdır. Hər kəs olsa da qismət üstə çıxır. Qonağı qapıdan qaytarmaz olmaz axı." Məşə Rəhmət ki, görür xeyr, xanım gedib qapını açacaq, deyir onda səbr elə. Balığın birini gizlədim, sonra qapını aç. Məşə Rəhmət tavadakı yekə balığı tez götürüb, bükür çörəyə, sufranın arasında tavanın altında gizlədir. Xanım gedib qapıyı açır. Görür Güzarın Arif və Eldar insanlarından olan Mirzə Rəsul adı. Mirzə Rəsul o küçənin Arif və sərxeyir kişilərindən idi. Xanım buyur edib Ağa Mirzanı evə dəvət edir. Ağa Mirzanı görən Məşə Rəhmət qollarını açıb və tariflə deyir, "Ağa Mirza, qismət üstünə çıxmısan. Bu balıq qoyulmuşuq." Ağa Mirza ki, dünya görmüş bir kişi idi. Deyir, "Yox, siz nüşücan naharzı yiyiz. Axşam mənim nəvəmin ad günüdür. Qoş tədarükü görmüşük. İstədim sizi də dəvət edəm. Axşam gözlürəm, elə xanımı da götürüb gələrsiz." Məşə Rəhmətin başmaqlarında toy olar. Yapışıb Ağa Mirzanın əlindən ötürməz ki, "Yox qardaş canı olmaz, gəb tikə balıqdan meyl elə." Ağa Mirza sufraya, tavaya baxıb deyir ki, "Yox, Məşə Rəhmət, balıqdan yeməyəcəyəm. Ancaq icazə versən, o balıqdan bir sual soruşacağam." Məşə Rəhmət deyir, "A kişi, nə sualı? Ölü balıqdır." Ağa Mirza əlini atıb tavadakı qalan balaca balığı götürüb, balığın qulağına nəsə pıçıldayıb, sonradan balığın ağzını öz qulağına tutub, başı ilə sözü təhvil alıb, balığı yerinə qoyur. Məşə Rəhmətlə xanımısı bu işə mat-məbud baxırlar. Məşə Rəhmət deyir, "A kişi, sənin Arif olduğuna şəkkimiz yoxdur. Ancaq axı ölü balıqdan sən nə soruşdun, nə cavab aldın? Bizi bir başa sal." Ağa Mirza sakit şəkildə cavabında deyir, "Mən öz sualımı soruşdum, o da cavabım verdi." Məşə Rəhmət dayananmayıb soruşdu, "Axı nə soruşdun ki? Balıq nə cavab verdi?" Ağa Mirza dedi, "Heç, soruşdum ki, Həzrəti Nuh dünyada neçə il ömr elədi, neçə oğul, neçə qıza sahib oldu. Balıq da cavabım verdi, mən də eşitdim." Məşə Rəhmət təəccüblə soruşdu, "Cavabında balıq nə dedi?" Ağa Mirza dedi ki, "Heç, balıq dedi, mənim sinnim azdır. Onları mənim böyük qardaşım bilir. O da sufrada çörəyin içində tavanın altındadır." Bəli, Aşıq Yusuf belə-belə dastanlarla gecəmizdə saz çalıb dastan deyərdi. Analar böyük bir səxavətlə pişirdikləri xörəkləri paybölüş edib hər kəsə dağıdardılar. Pilovdan, aşdan, dünən həyətdə banlayan xoruz bu gecə pilov üstündə kürəkənlərə serv olurdu. Pilətə üstündə pəxləmiz də çillə qutulardı, ancaq o pişməzdi. Çillə gecəsinin mənim üçün ən maraqlı hissələrindən biri də qarpız mövzusudur. Çillə gecəsinin sembolü olan qarpız özünə görə başqa bir dastandır. Bizim tayfada qarpızı həmişə xalam əl alar. Həmişə də məclisin əvvəlindən o qarpızı təriflər, ta məclisin axirinəcə. "Ay bala, bilmisiniz ki, bir dənə qarpız almışam qızıldır. Ancaq indiyə kimi biz hələ də bu kişinin aldığı qarpızın yaxşı çıxmasını görməmişik. Elə hər il qarpızı kesində deyək, "Pəh, bostanıva nə ələt, yetimə dedim ha, qoy özüm seçim." Dedi, "Yo, bu bətər qarpızdır." Və məmulən bu sözlə də özün təskinlik verir. "Anlamır, qoyun naylona səhər aparqam atarım başına, filan qədirdə pul alıb." Ancaq o birisi ildə elə həmən açdı, həmən kəsə. Təbrizdə çillə gecəsi bizlər üçün bir xoş gecə olsa da, ancaq dəstqarqıvarış üçün vəhşət gecəsidir. Məxsusən biraz da xoşxuraq olasınız. Adam tanıyıran bir bulud düyü toyuqdan sonra yarım kilo ləbu, bir ponza şortuxum, 2 boşqab pəxlə, yarım naylon məkə patda, 2 livan abəli, çaydan sonra lətifə, yarım batman pəşmək, 2 də adıraq pillədə siqar, Geşin də 3 bacaşın şolladandan sonra deyib, "Ay bala, bağlavadan qaldı, mənim gəndim yeni gələb." Yox dadaş, qəndin deyil, o qəlbindir yeni qaşa. Üstdən gələn qarpıza yel açır. Ümumiyyətlə, çillə gecəsi bütün İranımızda hamıya olduğu kimi biz təbrizlərə də çox əziz və xatirəli bir rəsmidir. Ürək arzumuzdur bu gözəl çillə gecəsi hamınız üçün şad və xatirəli bir gecə olsun. Bir-birinizin kənarında dilxoşluqla bu gözəl gecəni qeyd edəsiniz.